Facebook, Instagram, TikTok, YouTube və Snapchat gəncləri zəhərləyir. New York rəsmiləri sosial media nəhənglərini gənclərdə bilərəkdən psixi sağlamlıq böhranı yaratmaqda ittiham edir. İddia olunur ki, texnologiya nəhəngləri gənclərin asıllıq yaradan sosial media xüsusiyyətlərinə qarşı həssas olduğunu bilsələr də onlardan istifadə edir. New York şəhərinin rəsmiləri 327 səhifəli iddiada bildirir ki, Facebook, Instagram, TikTok, Snapchat, Google və YouTube-un əsas şirkətləri gənclərin psixi sağlamlığına təhlükəlidir. Gənclərdə depressiya, narahatlıq, tənhalıq və özünə hörmətsizlik kimi xüsusiyyətlər yayılır. Şəhər rəsmiləri texnologiya nəhənglərinin alqoritmik şəkildə idarə olunan məzmunun sonsuz ötürülməsi və istifadəçiləri öz hesablarını dəfələrlə yoxlamağa sövq edən daimi bildirişlər kimi xüsusiyyətlərin asıllıq təsirlərinə qarşı xüsusilə həssas olduqlarını bilsələr də mənfəət üçün uşaqları və yeniyetmələri hədəf aldıqlarını iddia edirlər. Hazırda iddia ilə bağlı araşdırma başlanılıb. "15 dəqiqəyə təşviqdən qurtul." İngiltərəli psixoterapevt Sally Baker 15 dəqiqə ərzində narahat düşüncələrdən qurtulmaq üçün texnika təklif edib. Dünyanın bir çox tanınmış nəşrləri bu fəndi yayımlayıb. Baker qeyd edib ki, təşviq gətirən fikirlər haqqında çox düşünəndə onlar daha da çoxalır və ağırlaşır. Buna görə də onlara nəzarət etməyi öyrənmək çox vacibdir. Mütəxəssis effektiv üsullardan biri kimi 3 addım fəndini hazırlayıb. Bu texnika 3 mərhələdən ibarətdir. İdentifikasiya, sakitlik və paylaşma. Narahat düşüncələr üstələdikdə və ya panik atak yaxınlaşdıqda psixoterapevt bu hala nəyin səbəb olduğunu yada salmağı, təşvişin bədənin harasında fiziki hiss olunduğunu müəyyən etməyi məsləhət görür. Özünüzdə narahatlığı harda hiss etdiyinizi soruşun. Başınızda, çənənizdə, boynunuzda, çiyninizdə və başqa orqanda deyə Baker ilk mərhələni izah edir. Mütəxəssis tövsiyə edir ki, narahatlığın mənbəyini müəyyən etdikdən sonra ikinci mərhələdə göz səviyyəsində yerləşən 2 nöqtə seçməli və 1 dəqiqə ərzində əvvəlcə birinci nöqtəyə, sonra ikinciyə, sonra isə nöqtələr arasındakı boşluğa fokuslanmalısınız. Bu sizin beyninizin kimyasını dəyişir. Əvvəlcə narahatlığın mövcud olmasına icazə verdiniz və onu tam hiss etdiniz. Sonra diqqətinizi sadə bir şeyə çevirdiniz. Beləliklə bədəninizin reaksiyasını dəyişmiş olursunuz deyə Sally Baker izah edib. Psixoterapevtin fikrincə son addım narahatlığa səbəb olan düşüncəni yenidən nəzərdən keçirməkdir. O iddia edir ki, bu dəfə beyniniz sakitləşib və stimullara fərqli reaksiya verməyə başladığı üçün sizdə narahatlıq yaradan fikirləri təkrar düşünəndə tamamilə fərqli, daha sakit hal yaranacaq. Hər gün kivi və gavalı yesəniz, qəbizlikdən qurtula bilərsiniz. London Kral Kollecinin alimləri tərəfindən hazırlanan və Journal of Human Nutrition Dietetics jurnalında dərc edilən yeni araşdırma göstərib ki, gündə bir neçə kivi yemək qəbizliyin qarşısını almağın ən sadə və təsirli yollarından biridir. Tədqiqat rəhbəri Dr. Erini Dimidinin sözlərinə görə qəbizliyə qarşı mübarizədə ilk addım pəhrizdə lifli qidaları artırmaqdan çox meyvə və minerallı su qəbulunu gücləndirməkdir. O, gündə 2-3 kivi və ya 8-10 gavalı yeməyi tövsiyə edir. Kivinin tərkibindəki lif nəcis həcmini artırır, bağırsaq hərəkətlərini aktivləşdirir və orqanizmdə su balansını tənzimləyərək nəcisi yumşaldır. Alimlər bildirirlər ki, minerallarla zəngin su, xüsusilə maqnezium tərkibli sular, adi kran suyundan daha effektlidir. Maqnezium oksid əlavələri isə qarın ağrısı, köp və gərginlik kimi simptomları azaldır. Layihəni müəyyənləşdirən Britaniya Dietologlar Assosiasiyası yeni təlimatları dərmansız və elmi əsaslı qidalanma yanaşmasının mühüm addımı kimi qiymətləndirilib. Türkiyədə yaşayan Silmak adlı ilə tanınan sosial media bloqeri onlayn alış-veriş platforması olan Temudan aldığı kosmetik məhsul səbəbilə sağlamlıq problemi yaşayıb. Bloqerin sözlərinə görə Temudan sifariş etdiyi süni kiprik yapışdırıcısı göz nahiyəsində ciddi infeksiyaya səbəb olub. İnfeksiya əvvəlcə sadə bir absə kimi, yəni bədənin hər hansısa bir yerində toplanan irinli boşluqla başlayıb. Lakin istifadə etdiyi dərmanlara baxmayaraq sağalmayıb və nəticədə infeksiya
depressiyaya çevrilib. Daha sonra irinli nahiyə həkim müdaxiləsi ilə götürülüb. Bloger yaşadığı bu çətin təcrübəni izləyiciləri ilə bölüşərək Temudan alınan məhsulların təhlükəli ola biləcəyinə diqqət çəkib. Qeyd edək ki, bu Temu platformasında satılan məhsulların keyfiyyətsizliyi ilə bağlı yayılan ilk şikayət deyil. Sosial şəbəkələrdə bir çox istifadəçi platformadan aldıqları məhsulların sağlamlıq və təhlükəsizlik baxımından uyğun olmadığını bildirir. Səhər yeməyi ilə imtinanın 4 zərəri. Ningxia-Tib Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm olaraq səhər yeməyi ilə imtina etmək metabolik sindromun yaranma riskini artırır. Bu sindrom piylənmə, yüksək təzyiq, qanda şəkər və xolesterin səviyyəsinin artması kimi bir sıra pozuntuları əhatə edir. Tədqiqatın nəticələri Nutrients jurnalında dərc olunub. Araşdırmaya 10 minlərlə insanın iştirak etdiyi 9 elmi işin məlumatları daxil edilib. Analiz göstərib ki, səhər yeməmək metabolik sindromun yaranma ehtimalını 10-26% artırır. Ən güclü əlaqələr qarın boşluğunda pi toplanması və qanda artıq qlukoza ilə müşahidə olunub. Alimlərin fikrincə səhər yeməyi metabolizmin sabitliyini qorumağa kömək eləyir. Əvvəlki araşdırmalarda göstərib ki, səhər yeməyi yeyən insanlar gün ərzində qida qəbulunu daha yaxşı idarə eləyir və duzlu, şəkərli, yağlı qidalara meylləri azalır. Alkoqol xərçəngdən ölənlərin sayını artırır. Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng Araşdırmaları Agentliyi xəbərdarlıq edib ki, Avropada alkoqol istifadəsi hər il minlərlə yeni xərçəng halının artmasına səbəb olur və dövlət büdcələrinə milyardlarla avro zərər vurur. Araşdırma Euronews tərəfindən yayımlanıb. Təkcə 2020-ci ildə Avropa İttifaqında 111 min, dünyada isə 741 min yeni xərçəng hadisəsi alkoqol istehlakı ilə əlaqələndirilib. İqtisadi itkilərin həcmi 2018-ci ildə 4,5 milyard avrodan çox olub. Mütəxəssislərin sözlərinə görə alkoqol ən azı 7 növ xərçəngin, ağız, boğaz, qırtlaq, yemək borusu, qaraciyər, bağırsaq və döş xərçənginin yaranma riskini artırır. Bu təsir hormon balansının pozulması, bağırsaq mikroflorasının dəyişməsi və DNT zədələnməsi ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hətta az miqdarda gündə 2 badədən az alkoqol qəbulu belə 2020-ci ildə 100 minlərlə yeni xərçəng hadisəsinə səbəb olub. Təşkilat vergilərin artırılması, satış və reklam məhdudiyyətləri kimi tədbirlərin xərçəng riskini azaltmaqda təsirli ola biləcəyini vurğulayır. Ən faydalı 3 ədviyyat müəyyən olunub. Amerika Birləşmiş Ştatlarının Idaho Universitetinin alimləri müəyyən edib ki, qara istiot, darçın və mixək iltihabı azaldaraq ürək sağlamlığını gücləndirə bilər. Bu ədviyyatlar güclü antioksidant və iltihab əleyhinə təsiri olan təbii maddələr, polifenollarla zəngindir. Araşdırmada 212 nəfər iştirak edib. Onlar müxtəlif ədviyyatlardan istifadə tezliyini göstərib. Alınan nəticələr Beynəlxalq Phenol Explorer bazası ilə müqayisə olunub. İştirakçılar bir ay ərzində orta hesabla 680 mg polifenolu təkcə ədviyyatlardan alıb. Bu da qida ilə qəbul edilən polifenolların təxminən 12%-ni təşkil edir. Ən çox təsir göstərən ədviyyatlar isə qara istiot, darçın və mixək olub. Alimlər vurğulayır ki, gündəlik rasionda ədviyyatlar tez-tez nəzərə alınmır. Halbuki onlar kalorini artırmadan qidanın faydalılığını yüksəldə bilər. Diabet üçün hansı pəhriz seçimi daha doğrudur? Almaniya Diaqnostika Mərkəzi hansı pəhrizin tip 2 diabet xəstələrinə qan şəkərinin nəzarətinə, çəki azalmasına və insulin həssaslığının artmasına kömək edə biləcəyi tədqiq edilib. Araşdırma Almaniyanın rəsmi saytında dərc olunub. İnterval aclıq müəyyən saatlarda qidalanmanı məhdudlaşdırır. Tip 2 diabet xəstələrində bu HbA1c səviyyəsinin azalmasına, çəkinin kəskin itməsinə və insulin həssaslığının yaxşılaşmasına səbəb olur. Az karbohidratlı pəhrizdə karbohidratlar minimuma endirilir. Bu da qan şəkərinin stabilləşməsinə, çəkidə azalmasına və enerji üçün yağların istifadəsinin artmasına imkan yaradır. Lakin yüksək heyvani yağ və zülal qəbulu ürək-damar xəstəlikləri riskini yüksəldir. Vegan pəhrizində isə tərəvəz, meyvə, taxıllar və paxlallar üstünlük təşkil edir. Tip 2 diabetdə çəkini azaltmağa, qan şəkərini və lipidləri normallaşdırmağa kömək edir. Lakin bu pəhrizdə B12 vitamini, D vitamini
vitamini, dəmir, kalsium və omega-3 çatışmazlığı riski artır. Buna görə düzgün planlaşdırma vacibdir. Mütəxəssislər bildirirlər ki, heç bir pəhriz hər kəs üçün sağlam olan deyil. Hər bir xəstə üçün pəhriz seçimi onun xəstəlik tipi, dərman qəbulu, həyat tərzi və digər sağlamlıq göstəricilərinə uyğun olmalı, həkim nəzarəti ilə aparılmalıdır. Meta şirkəti Instagramda 13 yaşdan yuxarı istifadəçilərin yalnız PG-13 reytinqli məzmun göstərməsini təmin etmək üçün məhdudiyyətlər tətbiq edir. Bu addım cinsi məzmun, narkotiklər və təhlükəli hərəkətlərdən uzaq gənclərin təhlükəsizliyini artırmaq məqsədini daşıyır. Valideynlər əlavə nəzarət imkanlarına malik olacaq və gənclər məhdudiyyətləri dəyişə bilməyəcək. Lakin bəzi tənqidçilər platformanın yeniyetmələr üçün hələ də uyğun olmayan məzmun göstərə biləcəyini bildirir. Araşdırmalar göstərir ki, qısa videolar və sosial media tövsiyələri gənclərdə narahatlıq, depressiya və özünə zərər vermə riskini artırır. Ümumilikdə PG-13 məhdudiyyətləri gənclərin təhlükəsizliyini artırmaq üçün addım olsa da, sosial medianın zehni sağlamlığa təsirini minimuma endirmək üçün əlavə tədbirlər vacibdir. İş yerində beyin fəaliyyəti izləniləcək. Müasir dövrdə neyroelm və texnologiyaların birləşməsi ilə formalaşan neyroergonomika sahəsi insanların iş şəraitində beyin fəaliyyətini öyrənməklə məhsuldarlıq və təhlükəsizliyi artırmağa yönəlib. Artıq laboratoriya şəraitinə ehtiyac olmadan daşına bilən cihazlar, elektroensefalografiya və funksional yaxın infraqırmızı spektroskopiya vasitəsilə beyin aktivliyini real vaxtda izləmək mümkündür. Bu texnologiyalar işçilərin yorğunluğunu vaxtında aşkar etməyə, təlim proseslərini optimallaşdırmağa və zehni funksiyaları inkişaf etdirməyə kömək eləyir. Bundan əlavə transkranial elektrik və ya maqnit stimulyasiyası kimi neyromodulyasiya üsulları insan beyninin fəaliyyətini birbaşa gücləndirərək mürəkkəb vəzifələrin öhdəsindən daha yaxşı gəlməyə şərait yaradır. Lakin bu imkanlarla yanaşı ciddi etik məsələlər də ortaya çıxır. Şəxsi məlumatların qorunması, işə götürənlərin bu məlumatlara çıxış hüququ və fərqliliyə görə ayrı seçkiliyin qarşısının alması kimi problemlər diqqət tələb edir. Bu səbəbdən neyrotexnologiyaların tətbiqində mütəxəssislər, hüquqşünaslar və əməkdaşlarla birgə iştirakı vacibdir. Məqsəd texnologiyaların insanlara xidmət etdiyi, təhlükəsiz və ədalətli iş mühitinin təmin olunmasıdır deyə istehsalçılar vurğulayır. Cənubi Koreyanın KAIST İnstitutunda aparılan tədqiqat süni intellektin yenilikçi yanaşması ilə hələ sınaqdan keçirilməmiş hüceyrə dərman qarşılıqlı təsirlərini və genetik dəyişikliklərin təsirini uğurla proqnozlaşdırıb. Tədqiqat çərçivəsində alimlər hüceyrə vəziyyətlərini və dərman effektlərini görünməyən latent məkanda ayrı-ayrı modelləşdirən bir generativ süni intellekt sistemi yaradıb. Bu sistem gen dərmanı və gen manipulyasiyasını modul Lego blok kimi parçalayaraq yenidən birləşdirməklə əvvəllər test edilməmiş reaksiyaları və gen tənzimləməsinin hüceyrə halına necə təsir edəcəyini təxmin edə bilər. Təcrübələrdə bu yanaşma kolorektal xərçəng hüceyrələrini daha sağlam vəziyyətə yönəldən molekulyar hədəfləri aşkar edib və laboratoriya sınaqları ilə doğrulanıb. Bu metod yalnız xərçəng müalicəsi sayəsində deyil, həm də dərman kəşfi və regenerativ tip sahələrində geniş tətbiq potensialına malikdir deyə alimlər vurğulayıb. Şirniyyat, alkoqol və qırmızı ət yaddaş üçün təhlükə yaradır. Şəkər qəbul etmək təkcə bədən çəkisinə deyil, həm də beynin fəaliyyətinə ciddi zərər vurur. Bu fikri həkim-nevroloq İrina Milyuxina deyib. Onun sözlərinə görə şəkər dərin yuxunun ən vacib mərhələlərindən olan konsolidasiya fazasını pozur. Bu mərhələ zamanı beyin gün ərzində əldə etdiyi məlumatları qısa yaddaşdan uzun müddətli yaddaşa ötürür və əgər proses ləngiyirsə, yeni biliklər zəif mənimsənilir. Milyuxina əlavə edib ki, şəkərli qidalar tez-tez qəbulu nəticəsində insanlarda yaddaş zəifləməsi, diqqətin dağılması, yuxu keyfiyyətinin pisləşməsi və emosional stabilliyin pozulması müşahidə olunur. Həkim vurğulayıb ki, bu təsirlər xüsusilə yeniyetmələr və zehni işlə məşğul olan şəxslər üçün daha təhlükəlidir. Mütəxəssis qara siyahıya təkcə tort və şirniyyatları deyil, həm də alkoqolu və yüksək miqdarda qırmızı əti daxil edir. Onun fikrincə bu məhsullar sinir sistemində iltihabı prosesləri gücləndirir və beyində qocalma mexanizmini sürətləndirir. Milyuxina
mütəxəssislərinə məsləhət görür ki, şəkərin gündəlik qəbulu minimuma endirilsin. Qırmızı ət isə həftədə 1-2 dəfə ilə məhdudlaşdırılsın. Sağlam beyin və güclü yaddaş üçün balanslı qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik ən vacib amillərdən sayılır.